Salam, xoş gördük siz hörmətli tamaşaçılar. İyunun 12-si 2026-cı il həftənin cümə günüdür. TNS TV-də Sözümün Canı proqramına baxırsınız. Studiyada Tural Səfərdir. Bugün Naxçıvandan danışacağıq. Birazdan nəinki təəccüblənəcəyiniz, hətta inanmaq istəməyəcəyiniz, bu qədər də olmaz deyəcəyiniz məlumatlar təqdim edəcəyik. Hamısını faktla, sübutla. Bir neçə il əvvəl mənə kimsə desəydi ki, Naxçıvanda İrandan ithal edilmiş duz satılır, cavabım belə olardı. Sən ya böhtan atırsan, ya da başına hava gəlib. Bu qənaətə gəlmək üçün kifayət qədər əsaslar var. Naxçıvanın simvollarından biri də duz dağıdır. Naxçıvanın duz ehtiyatları qədim dövrdən başlayaraq xarici iqtisadi əlaqələrin yaranmasına və inkişafına təkan verib. Duzdağda aparılan araşdırmalar sübut edir ki, eramızdan əvvəl 4-cü minillikdə bu proses daha geniş miqyas alıb, mübadilə məqsədi ilə tələbatdan artıq duz tədarik olunub. Bu isə öz növbəsində şəhərlər arasında əlaqələrə və ticarətin inkişafına, eləcə də insanların duzdağ ətrafında məskunlaşmasına gətirib çıxarıb. Əvvəllər primitiv üsulla çıxarılan duz məişətdə istifadə olunmaqla yanaşı, mübadilə vasitəsi kimi böyük ipək yolu ilə şərq və qərb ölkələrinə aparılıb. Naxçıvan duz mədənlərində istehsal edilən məhsulların region dövlətlərinin istehlakçılarına göndərilməsi ənənə halını alıb. Müəyyən edilib ki, yaxın şərq ölkələri ilə iqtisadi mədəni əlaqələrin formalaşmasında Naxçıvanın xammal ehtiyatları, o cümlədən duz əsas yer tutub. Duzdaqda uzun illər nəinki Muxtar Respublikanı, bütövlükdə ölkəmizi qaya duzu ilə təmin etmək üçün kifayət qədər ehtiyat var. O zaman paytaxt bazarlarında, marketlərdə Naxçıvan duzu niyə yoxa çıxıb? Naxçıvanın özündə niyə İran duzu satılır? Bu suallar xeyli vaxtdır məni düşündürürdü. Naxçıvandan bizə göndərilən məktub və müraciətlərdə də bu suallara cavab tapmaq xahiş olunurdu. Mövzu ətrafında araşdırma apardıq. Bu qədər də yox da deməyimizə səbəb olan xeyli faktlar ortaya çıxdı. Əvvəla deyim ki, bu problemin yaranması Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun yaratdığı, heç bir çərçivəyə sığmayan, qanunları tanımayan idarəetmə sisteminin, ondan sonra Muxtar rəhbərlik edən səlahiyyətli nümayəndə Fuad Nəcəflinin bacarıqsızlığının, şəxsi maraqlarını dövlət maraqlarından üstün tutmasının ən əsası Talıbovun tələsinə düşməyinin nəticəsidir. Fuad Nəcəflinin Vasif Talıbovun tələsinə necə düşdüyünü proqramın sonunda açıqlayacaq. İndi isə Naxçıvan duzu niyə yoxa çıxıb sualına cavab axtaraq. Bu, təkcə Muxtar Respublika əhalisini Naxçıvan duzuna həsrət qoymaq deyil, eyni zamanda regionda fəaliyyət göstərmək, yeni müəssisələr, iş yerləri açmaq istəyən şirkətin müflisləşdirilməsi əməliyyatıdır. Deməli belə. 2019-cu ildə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin sifarişi əsasında Naxçıvan duz zavodu layihəsinin icrasına başlanılıb. Layihənin maliyyələşdirilməsi Naxçıvan Muxtar Respublikası Dövlət Şəhər Salma və Arxitektura Komitəsi tərəfindən həyata keçirilib, tikinti, avadanlıqların quraşdırılması isə Arkos İnşaat şirkətinə həvalə edilib. Duz zavodunun tikintisi və avadanlıqların alınıb quraşdırılması üçün 7 milyon 882 min manat, Duzdaq tunelinin tikintisinə 7 milyon 769 min manat, Duzdaq avtomobil yolunun inşasına 231 min manat olmaqla ümumilikdə 15 milyon 880 min manatdan çox dövlət vəsaiti sərf edilib. Ötən dövr ərzində duz yatağına çıxış üçün tunel inşa edilib, yol çəkilib, istehsal binası tikilib və avadanlıqlar alınaraq quraşdırılıb. Hətta tunelin rəsmi açılışı da keçirilib. Həmin dövrdə Naxçıvana rəhbərlik edən Vasif Talıbovun iştirakı ilə keçirilən açılış mərasimində bu layihənin uğurlu icrasından danışan məmurlar sabiq sədrin istefasından sonra zavodu istismara qəbuldan imtina ediblər. Dövlət tərəfindən maliyyələşdirilmiş, tam qurulmuş və sınaq istehsala aparılmış müəssisə bu günə qədər istismara verilməyib. Niyə? Bu niyənin çox dərin və ciddi səbəbləri var. Səbirlə izləyin. Birazdan, necə deyərlər, açacağıq sandığı, tökəcəyik pambığı. Apardığımız araşdırmalardan sonra məlum oldu ki, Naxçıvan duz zavodu yüksək və mürəkkəb texnologiya tələb edən müəssisə deyil. Müəssisənin funksiyası duzdağ yatağından çıxarılan qaya duzunun daşınması, qırılması, ələnməsi, qablaşdırılması və satışa hazırlanmasından ibarətdir.
Yəni bu müəssisənin istismara qəbulu, istifadəyə verilməsi də mürəkkəb proses deyil. Bunu məqsədli şəkildə çətinə və düyünə salınmış bir məsələyə çeviriblər. Zavoda quraşdırılmış avadanlıqlar dünya praktikasında geniş istifadə olunan standart sənaye avadanlıqlarıdır. Həmin avadanlıqları istehsal edən Türkiyənin Salt Proje Makina şirkəti tərəfindən müxtəlif ölkələrdə 23, Türkiyədə isə 34 analoji zavod qurulub və hazırda normal fəaliyyət göstərirlər. Müvafiq dövlət orqanları zavodun istismara qəbul edilməməsinin səbəbini avadanlıqların texniki cəhətdən yararsız olması ilə əlaqələndirirlər. Bu iddialar həm ekspertiza rəyləri, həm də faktiki beynəlxalq təcrübə ilə tam sıfırlanıb. Zavodun istismara qəbul edilməsi məsələsi müzakirə olunanda İqtisadiyyat Nazirliyi ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi arasında məsuliyyət bölgüsü ilə bağlı fikir ayrılığı yaranıb. Nəticədə hər iki qurum zavodu qəbul etməkdən yayınıb, məsuliyyəti bir-birinin üzərinə atıb, dövlətin 16 milyon manata yaxın vəsait xərclədiyi müəssisənin gələcək fəaliyyəti sual altına düşüb. Arkoz şirkəti zavodun sınaq istehsalını həyata keçirərək müəssisəni istifadəyə tam hazır vəziyyətə gətirib. Hətta zavodda işləyəcək əməkdaşlar üçün xaricdən cəlb edilmiş mütəxəssislər tərəfindən kurs da keçirilib. Buradaki iki tane önde olan civatalarımız, soğuklarımızı boşa çıkaracağız. Bunları ölçülü bir şekilde sıkarak ve bandı ideal gerginliğini yakalayınca kadar sıkacağız. Bandı o arada çalışıyor, dönüyor. Bandımız farz etti bu tarafa kayıyor. Buradaki gerginliği biraz çekerek tam buna ortalayacağız. Bu tarafa kayıyorsa bunu çekerek, sıkaraktan ortalayacağız. Gövde açımında da gene hidrolimizi çalıştıracağız. 3 ve 4. kolları kullanaraktan şu pistonlara, şu iki pistona yük vereceğiz. Onun öncesinde de bunu, bu somunu ve 2 tane şuradaki civatamızı, 2 tane de saçını sokacağız. Yani buradaki civatalardan sökeceğiz. Hörmətli tamaşaçılar, bu kadrlardan da göründüyü kimi zavodun istismara verilməsi üçün heç bir problem olmayıb. Şirkətin çoxsaylı müraciətlərinə baxmayaraq məsələ həll edilməyib, müəssisə uzun müddət sahibsiz vəziyyətdə saxlanılıb. Nəhayət, zavodun istismara qəbul edilməməsi üçün yaradılmış süni problemin dırnaq arası həll yolu tapılıb. Zavodda quraşdırılan avadanlıqların güya qüsurlu olması bəhanəsi ilə şirkət məhkəməyə verilib. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakıdan göndərilmiş ekspertləri tərəfindən aparılmış araşdırma nəticəsində avadanlıqlarda qüsur olmadığı, onların tam işləş vəziyyətdə olduğu, layihənin standartlara uyğun icra edildiyi rəsmi qaydada təsdiqlənib. Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi ekspertiza rəyini nəzərə almadan 2 milyon 700 min 534 manat dəyərində avadanlığın pulunun Arkoz şirkətindən geri alınması barədə qərəzli qərar qəbul edib. Sonra yuxarı instansiya məhkəmələrinə verilən şikayətlər təmin edilməyib. Məhkəmə prosesləri zamanı şirkət zavodun işə salınması üçün xam malla təmin olunmayıb. Bir sözlə, Naxçıvan rəhbərliyi, Muxtar Respublikanın aidiyyatı dövlət orqanları bu zavodun fəaliyyətə başlamasında maraqlı olmayıblar. Naxçıvan rəhbərliyinin bu məsələyə qeyri-adekvat yanaşması nəticəsində dövlətin bu sahəyə yatırdığı 16 milyon manata yaxın vəsait iqtisadi dövrəyə daxil edilməyib, tam hazır vəziyyətdə olan zavod fəaliyyətə başlamayıb, dövlət vəsaiti hesabına tikilmiş tunel və istehsal binası istifadəsiz qalıb, yeni iş yerləri yaradılmayıb, Naxçıvan duza olan ehtiyacını daxili istehsal hesabına ödəyə bilməyib. Avadanlıqların sökülməsi halında duz istehsalı üçün yatırılan dövlət investisiyası boşuna xərclənmiş olacaq. Muxtar Respublika illərlə özünü təmin edəcək və ixrac imkanları yaradacaq ehtiyatı olmasına baxmayaraq duza görə uzun müddət xaricdən asılı vəziyyətə düşəcək. Bu, dövlətə də, Naxçıvan əhalisinə də xəyanətdir. Hesab edirik ki, zavodun istismara qəbul edilməməsinin səbəbləri yenidən araşdırılmalı, dövlətin 16 milyon manata yaxın vəsaitinin illərlə istifadəsiz qalmasına səbəb olmuş qərarlar hüquqi cəhətdən qiymətləndirilməli, dövlət investisiyasının qorunması və iqtisadi dövrəyə qaytarılması təmin edilməlidir. Burada əsas sual budur.
dövlət tərəfindən milyonlarla manat vəsait xərclənərək yaradılmış, texniki cəhətdən işlək və istifadəyə hazır olan bir müəssisə niyə illərlə fəaliyyət göstərmir və bu vəziyyətə görə kim məsuliyyət daşıyır? Avadanlıqların dəyəri şirkətdən tələb edilir, lakin avadanlıqların taleyi ilə bağlı heç bir mexanizm nəzərdə tutulmur. Bu açıq-aşkar qərəzli yanaşma, uzun illərdir ölkəmizə fayda verən bir şirkətin məhv edilməsi, sıradan çıxarılması əməliyyatıdır. Görün Vasif Talıbovun yönləndirməsi, Fuad Nəzəfinin şəxsi ambisiyaları, öz maraqlarını dövlətin maraqlarından üstün tutması ölkəmizə nə qədər ziyan vurur? Vasif Talıbov nə əlaqə deyə soruşa bilərsiniz. Fikrimcə bu problemin Talıbovla birbaşa əlaqəsi var. İndi daşları yerinə qoyacağıq və hər şey daha aydın görünəcək. Naxçıvanda problemlərin daha da dərinləşməsi, mövcud iş yerlərinin bağlanması, yeni iş yerlərinin açılmaması kimə sərf edir? Əlbəttə ki, Vasif Talıbova. Talıbov və onu müdafiə edənlər elə görüntü yaratmağa çalışırlar ki, Vasif Talıbovun vaxtında hər şey daha yaxşı imiş. Heç şübhə yoxdur ki, Vasif Talıbov Naxçıvanda işlərin onun rəhbərliyi dövründən daha yaxşı olmasını, imicinin daha da zədələnməsini istəmir. Ali Məclisin sabiq sədri maraqlıdır ki, Naxçıvanda vəziyyət kəskin pisləşsin, bu fonda onun Naxçıvana rəhbərlik etdiyi dövr daha parlaq görünsün, beləliklə itirilmiş nüfuzu bərpa olunsun. Ona görə də Talıbov ailəsi açıq formada yox, pərdə arxasında vaxtı ilə idarə etmə sisteminə yerləşdirdikləri kadrlar vasitəsilə proseslərə mənfi yön verir. Fuad Nəzəfli Vasif Talıbovdan qalma kadrlarla işləmək qərarı verəndə onun tələsinə düşmüşdü. Bizdə məlumatlar var ki, Talıbova sadiq məmurlar, məhkəmə hakimləri onun yönləndirməsi ilə Naxçıvan duz zavodunun açılmasına imkan verməyiblər. Belə fikir formalaşdırmağa çalışırlar ki, Vasif Talıbovun qrup yaratdığı, istifadəyə hazır vəziyyətə gətirdiyi zavodu ondan sonraki dövrdə aça bilmədilər. Doğrudur, bu məsələdə biraz əvvəl qeyd etdiyim kimi Fuad Nəzəflinin ambisiyaları, şəxsi maraqları da mühüm rol oynayıb. Nəzəflinin sahibkarlardan istədiyini ala bilmədiyinə görə apardığı intriqa onun dərin düşünməsinə imkan verməyib. Beləliklə, Fuad Nəzəfli milyonlarla manat vəsait xərclənən zavodu iflis vəziyyətinə salaraq, Naxçıvana duz idxalına şərait yaradaraq Vasif Talıbovun maraqlarına xidmət etmiş olub. Artıq Fuad Nəzəfli yoxdur. Bəs Naxçıvanın yeni rəhbərliyi bu barədə nə düşünür? Niyə əməl addımlar atılmır? Bu ciddi suallar ətrafında ciddi düşünmək lazımdır. Bu məsələdə yeni rəhbərliyin məsuliyyəti həm yoxdur, həm də var. Prezidentin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilovun və Naxçıvanın baş naziri Cabbar Musayevin Naxçıvan duz zavodunun istismara qəbul edilməməsində heç bir məsuliyyəti yoxdur. Ancaq onların əvvəlki dövrdən yığılıb qalmış problemləri həll etmək, sahibkarların itirilmiş inamını, ədaləti bərpa etmək, Naxçıvanı inkişaf etdirmək, yeni müəssisələr, iş yerləri yaratmaq məsuliyyəti var. Səlahiyyətli nümayəndə və baş nazir dəyişsə də İqtisadiyyat naziri, Şəhərsalma və Arxitektura Komitəsinin sədri hələ də yerindədir axı. Bu hadisələr cəryan edəndə Ceyhun Cəlilov Muxtar Respublikanın baş naziri idi. Yəni proses barədə tam məlumatdadır. Əminəm ki, problemin həlli yollarını da elə ən yaxşı Ceyhun Cəlilov bilir. Süni şəkildə yaradılmış problemə görə Arkozun əmlaklarına, texnikalarına və bank hesablarına həbs qoyularaq şirkətin fəaliyyəti iflis vəziyyətinə salınıb. Üzümü Naxçıvan rəhbərliyinə tutaraq soruşuram. Bu mənzərəni görən hansı sahibkar, hansı investor Naxçıvana gələr? Əgər investorlar cəlb edilməsə, iş adamları Naxçıvanda yeni müəssisələr yaratmasa, o zaman Muxtar Respublikanın sürətli inkişafını necə təmin edəcəksiniz? Bizdən əvvəlki dövrün problemidir deyib geri çəkilmək olmaz. Problemlər həll edilməsə, inam yaradılmasa, sizdən sonraki problemlər daha böyük olacaq. Daha böyük problemlərin isə daha ciddi məsuliyyəti olur. Fikrimcə, Fuad Nəzəflinin strateji düşünmək qabiliyyəti yox idi. Ona görə də Vasif Talıbovun tələsinə düşdü. Naxçıvanın yeni səlahiyyətli nümayəndəsi və baş naziri isə kifayət qədər təcrübəli və savadlıdır. Analitik düşünmək qabiliyyətinə malikdirlər. Biraz cəsarətli olmaq, problemlərin üzərinə getmək lazımdır. İnanmaq istəyirəm ki, yeni rəhbərlik Talıbovun tələsinə düşməyəcək. Vasif Talıbovun və Fuad Nəzəflinin tör töküntülərindən, tutduğu vəzifəyə layiq olmayan kadrlarından imtina etmək, sabotaja imkan verməmək lazımdır. Naxçıvanın yaxşı işi də, pis işi də rəhbərliyin adı ilə bağlıdır. Yaxşı işlərə görə sağ ol deyəcəklər, nöqsanlara görə isə Vasif Talıbov və Fuad Nəzəfli nümunəsi var. Düzgün seçim edin.
Naxçıvana da, özünüzə də heyfiniz gəlsin. Hörmətli tamaşaçılar, bu proqramı efirə hazırlayarkən İqtisadiyyat Naziri Mikayıl Cabbarovun ictimai televiziyaya müsahibəsi qarşıma çıxdı. Nazirin müsahibəsini izlədim. Maraqlı müsahibə idi. Nazir sahibkarlarla bağlı ciddi faktlar dedi, onlara çağırış etdi. Mikayıl Cabbarov deyir ki, sahibkarların mövcud problemlərinin işıqlandırılmasının bizim üçün bir çox hallarda böyük faydası olur. Nazirin müsahibəsinin həmin hissəsinə baxaq. Sahibkarlarla dialoq formatını bizim üçün çox zəruridir. Nəinki faydalıdır, o zəruridir. Və ona görə Nazirliyimizin aidiyyəti strukturları həm kiçik orta bizneslə bağlı olan, həm ümumilikdə sahibkarlıq siyasəti ilə onu tanımaq lazımdır ki, böyük, nəhəng, beynəlxalq investorla kiçik və yaxud orta sahibkarın ehtiyacları bəziləri eynidir, amma bəziləri çox fərqlidir və o nöqteyi nəzərdən bunu hamısını əhatə etmək bir alətlə mümkün olmur. Mövcud çətinlikləri də biz açıq şəkildə qəbul etmək istəyirik. Mən artıq qeyd etdim, maliyyə çıxış məsələsi var. Dövlət tənzimləməsinin bəzi yerlərdə və bəzi hallarda düşünürük ki, tələb olunandan çoxdur. Üçüncü blok, hansı ki, tez-tez rastlaşırıq, bir sıra sahələrdə dövlət strukturları və dövlət qurumları bazar iştirakçısı kimi çıxış edir və bu sahədə həm özəl sektor fəaliyyət göstərirsə, həm dövlət müəssisəsi fəaliyyət göstərirsə, burada şərtlərin bərabərliyin təmin olunması, rəqabət mühitinin təmin olunması kimi məsələ ortaya çıxır. Yenə də rəqəmlərə dönsək və deyək ki, mövcud ildə bu il biz nə görürük? Biz görürük ki, cari ilin 4 ayında qeyri-neft-qaz sektorunun qeyri-dövlət bölməsində əsas kapitala investisiyalar 15%-dən biraz çox artıbdır. Sektor üzrə investisiyalarda isə qeyri-dövlət bölməsinin payı 51,1%-ə yüksəlib. Yəni, bu nə deməkdir? Bu deməkdir ki, özəl kapital dövlət investisiyalarını bir tərəfdən üstələyir, digər tərəfdən əgər keçən illə müqayisədə 15% özəl sektordan gələn sərmayə artıbsa, deməli, ya perspektiv görür, ya şəraiti münbit kimi qəbul edir, ya da ki, hər ikisi. Yəni, bu nöqteyə nəzərdən düşünürük ki, doğru istiqamətdə gedirik. Lakin bir də vurğulayım ki, mənim baxışım dövlət məmurunun baxışını əks etdirir. Bizə çox vacibdir ki, biz sahibkarlardan geri eşidək. Bununla bağlı yenə də müvafiq işçi qruplarımız mövcuddur. Onların baş nazirin, müavinin rəhbərliyi ilə fəaliyyət göstərir. Biz fəal iştirak edirik. Burada ona görə mediada da sahibkarların mövcud olan problemlərinin işıqlandırılması bizim üçün bir çox hallarda böyük fayda olur. Bu, İqtisadiyyat Nazirinin sahibkarlara və mediaya açıq çağırışıdır. İnanırıq ki, Mikayıl Cabbarovun bu çağırışı, yanaşması sözdə qalmayacaq. Ümid edirik ki, Nazir Naxçıvanda sahibkarlara yaradılan süni problemləri də araşdıracaq, sahibkarların itirilmiş inamı bərpa ediləcək, duz zavodu istismara verilərək Muxtar Respublika əhalisi yerli məhsulla tam təmin olunacaqdır. Duz bizim üçün sadəcə qida deyil, duz həm də xalqın inanc yeri olub. Xalq arasında qədim dövrdən duzla bağlı deyimlər, alqışlar, qarğışlar da meydana gəlib. Naxçıvanda xalq arasında səni görüm ömrün duz dağına dönsün alqışı olub. Çünki duzda heç vaxt bitmək, tükənmək bilmir. Ona görə də insan ömrünü ona bənzədirlər. El arasında duz haqqı ifadəsi işlədilib, duza əl basılıb, ağbirçəklərimiz duz yerə töküləndə evdə söz-söhbət olar, araya inciklik düşər deyə duzun üstünə şəkər qoyublar. Uşaq narahat olanda, çox ağlayanda onun başına duz fırladıb ocağa atarlar. Bir sözlə, duz evimizin bərəkətidir. Naxçıvanın bərəkətini özünə qaytarır. Sözümün canı odur ki, yox, sözümün canı qalsın növbəti proqrama. Mövzunu davam etdirəcək, məqsədli şəkildə duz zavodunun istismarına imkan verməyən vəzifəli şəxslərin məsuliyyəti barədə ayrıca danışacağıq.
Məsələn, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri İlqar Sadıqov Fuad Nəcəfinin qanunsuz tapşırığına bir haqlı məktuba görə 16 milyon manatlıq dövlət investisiyasını niyə kör gününə qoyduğu ilə bağlı sualımıza indidən cavab tapmağa çalışdı. Muxtar Respublikanın sabiq və indiki iqtisadiyyat nazirlərinə də ciddi suallarımız olacaq. Hələlik.